Hər kəsə salam əziz müəllimlər. Mən məktəbəqədər sahə üzrə təlimçi Zeynalova Nazilə. Bu gün sizə uşaq inkişafının dəyərləndirilməsi, qiymətləndirilməsi, rəy vermə, əks əlaqə mövzusunu izah edəcəm. Ekranda da PDF-i paylaşıram ki, mən buradan izah etdikcə siz də özünüz qeydlər götürəsiniz, sizin üçün daha öyrədici şəkildə olsun. Bilirik ki, məktəbəqədər təhsildə qiymətləndirmədən, dəyərləndirmədən istifadə olunur. Uşağın inkişafını izləmək üçün, inkişafını daha yaxşı etmək üçün, formalaşdırmaq üçün mütləq şəkildə biz dəyərləndirmədən, qiymətləndirmədən istifadə edirik. Uşaq inkişafının dəyərləndirilməsi onun inkişafı haqqında uşağın bilik, bacarıqlarını yoxlamaq üçün aparılır, inkişaf etdirmək üçün. Yəni, bu proses təkcə uşağı qiymətləndirmək deyil, həm də valideynə uşağın nələri bacardığını demək, bağçadakı təlimin uşağa uyğun olub-olmadığını anlamaqdır. Hər uşaq fərqlidir. Bir uşaq tez danışa bilir, amma rəngləri gec öyrənir, digər uşaq isə fərqli cür yanaşa bilər. Dəyərləndirmə sayəsində biz nə edirik? Uşağın görmə, eşitmə, hərəkətində bir problem olub-olmadığını erkən yaşda aşkar edə bilirik. Qiymətləndirmə zamanı. Və məktəbəqədər təhsildə qiymətləndirmənin 3 növündən istifadə edilir. Diaqnostik qiymətləndirmə, digər adı ilkin qiymətləndirmədir. Formativ qiymətləndirmə, digər adı cari qiymətləndirmədir və inkişafa dair yekun hesabat. Göründüyü kimi, diaqnostik qiymətləndirmə nə adlanır? İlkin qiymətləndirmə. Diaqnostik qiymətləndirmənin digər adı ilkin qiymətləndirmə adlanır. Diaqnostik dəyərləndirmə təlimin ilk mərhələsində aparılır. Ona görə biz buna ilkin qiymətləndirmə deyirik. Loğru dildə desək, müəllim uşağı ilk dəfə görəndə onun hansı ailə mühitindən gəldiyini, nələri sevdiyini bu yolla öyrənir. Diaqnostik qiymətləndirmə nəticəsində öyrənir. Bu mərhələdə toplanan məlumatlar uşağın gələcək inkişafını müqayisə etmək üçün bizə göstərici yolunda çıxış edir. Yəni, uşağın sentyabrda necə olduğunu bilməsək, may ayında onun nə qədər öyrəndiyini sübut edə bilmirik. Diaqnostika bizim başlanğıc nöqtəmizdir. Ona görə də biz diaqnostik qiymətləndirməyə ilkin qiymətləndirmə deyirik. Diaqnostik qiymətləndirmə həm də ona görə müqayisəli qiymətləndirmə adlanır ki, məsələn, biz sentyabrda uşağı gördükdə onun qiymətləndirməsini aparıb artıq bizdə bir fikir formalaşır ki, məsələn, uşaqda riyazi biliklər zəif, digər bədi, məsəl üçün biliklər, ədəbiyyata aid, ətraf aləmə aid mövzular daha genişdir. Bunu öyrənirik. Daha sonra uşaqla məşğələ keçdikcə artıq görürük ki, tutaq ki, uşaq riyaziyyatdan artıq inkişaf edib. Və artıq biz onu müqayisə edirik ki, uşaq ilk dəfə gələndə riyaziyyatdan zəif idi, amma artıq riyazi bilikləri formalaşıb. Bunu öyrənirik. Diaqnostik qiymətləndirmə zamanı. Diaqnostik qiymətləndirmənin də əsas məqsədi uşağın mövcud bilik və bacarıq səviyyəsini ölçmək üçün aparılır. Müəllimə uşağın hansı nöqtədə olduğunu anlamağa kömək edir. Diaqnostik qiymətləndirmə. Bu dəyərləndirmə həm də təlimin planlaşdırılması üçün şərait yaranır. Toplanan məlumatlar sayəsində müəllim inkişaf strategiyalarında dəyişikliklər edir. Yəni, uşaq hansı sahədə çox irəlidədirsə, müəllim dərsi onun üçün darıxdırıcı etməmək üçün planını dəyişir. Həmçinin burada qeyd olunub ki, diaqnostik qiymətləndirmə indikatorlar yaratmasına şərait yaradır. Yəni, göstərici. İndikator sözünün mənası göstərici deməkdir. Bu o deməkdir ki, diaqnostik mərhələdə toplanan məlumatlar gələcəkdə uşağın inkişafını izləmək və müqayisə etmək üçün əsas rol oynayır. Bu göstəricilər uşağın inkişafındakı fərqləri aşkar etməyə imkan verir. Bəs biz diaqnostik qiymətləndirmədə nələri öyrənirik? Diaqnostik qiymətləndirmədə biz uşağın maraq dairəsi, dünya görüşü, yaşadığı mühit, nitqi, böyüklərlə yaşlıları ilə ünsiyyət tərzi, oyunlardakı davranışı, psixi proseslərinin səviyyəsini, fiziki hərəkətlərinin qaydalarını bilməsi haqqında məlumatlar əldə edirik diaqnostik qiymətləndirmə zamanı.
Deməli, bir daha qeyd edirəm. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə müqayisəli qiymətləndirmədir. Çünki uşağın ilk gəldiyi vaxt biz onu aparırıq və daha sonra uşaqda gedən inkişafla bağlı onun ilkin qiymətləndirməsini müqayisə edirik. Uşaq ilk dəfə gələndə belə idi, artıq məsəl üçün inkişaf səviyyəsi yüksək bir səviyyəyə çatıb və biz onu müqayisə edə bilirik. Ona görə qeyd edirik ki, diaqnostik qiymətləndirmə həm də müqayisəli qiymətləndirmədir. Və diaqnostik qiymətləndirmə uşaq yönümlü didaktik prinsipinə aiddir. Bilirik ki, qiymətləndirmə inkişaf yönümlüdür. Amma diaqnostik qiymətləndirmə uşaq yönümlüdür. Buna səbəb nədir? Diaqnostik qiymətləndirmədə biz nə əldə edirik? Uşağın marağı, dünya görüşü, ilkin məlumatlarını əldə edirik. Uşaq yönümlü didaktik prinsipi nədir? Uşağın meyil marağına uyğun təlim keçmək, onun potensialını müəyyən etmək, potensiala uyğun davranmaq. Diaqnostik qiymətləndirmədə nə edirik? Diaqnostik qiymətləndirmədə də uşağın ilkin vəziyyətini anlayırıq, öyrənirik, potensialını müəyyənləşdiririk və diaqnostik qiymətləndirmə potensialı müəyyənləşdirdiyi üçün uşağın marağı, dünya görüşü haqqında bizə məlumat verdiyi üçün biz qeyd edirik ki, diaqnostik qiymətləndirmə uşaq yönümlü didaktik prinsipinə aid edilir. Diaqnostik qiymətləndirmə haqqında bu qədər. Bir də danışdıqlarımı izah edirəm. Qiymətləndirmə nə üçün vacibdir? Qiymətləndirmə sadəcə uşağı qiymətləndirmək deyil, onun inkişafını təmin edən bir mexanizmdir. Uşağın inkişafı, təlimi haqqında valideynlərlə düzgün məlumat ötürülməsini təmin edir. Qiymətləndirmə inkişaf etdirici mühit yaradır. Müəssisədəki mühitin uşaq üçün nə dərəcədə faydalı olduğunu davamlı şəkildə yoxlamağa imkan verir. Fərdi ehtiyacları müəyyən edir. Yəni, hər bir uşağın nitqi, hissi, böyük və kiçik motor bacarıqlarını fərdi qaydada dəyərləndirməyə kömək edir. Uşaqda ola biləcək inkişaf ləngimələrini görmə və ya eşitmə ilə bağlı çətinlikləri vaxtında müəyyənləşdirmək üçün istifadə olunur. Və qiymətləndirmə fərdi təlim planı mahiyyəti daşıyır. Yəni, dəyərləndirmə nəticəsində həm yüksək, həm də aşağı səviyyəli bacarıqlar aşkar olunur ki, bu da hər bir uşaq üçün faydalı fərdi plan qurmağa şərait yaradır. Bu oldu qiymətləndirmənin mahiyyəti. Və qiymətləndirmə, dəyərləndirmə 3 istiqamətdə aparılır. Diaqnostik, formativ, inkişafa dair yekun hesabat. Bizim birinci danışdığımız qiymətləndirmə diaqnostik qiymətləndirmədir. Dedik, diaqnostik qiymətləndirmə nədir? İlkin qiymətləndirmədir. Diaqnostik qiymətləndirmə təlim, tədris prosesinin təməli hesab olunur. Uşaq bağçaya ilk dəfə gəldikdə aparılan ilkin yoxlamadır. Əsas məqsəd uşağın mövcud bilik, bacarıq səviyyəsini ölçməkdir. Diaqnostik qiymətləndirmədə müəllim uşağın hansı nöqtədə olduğunu anlayır. Budur. Digər qiymətləndirməmiz isə bizim formativ qiymətləndirmədir. Formativ qiymətləndirmə həm də cari dəyərləndirmə, cari qiymətləndirmə və yaxud inkişafın izlənilməsi də adlana bilər. Formativ qiymətləndirmə uşağın inkişafının davamlı olaraq izlənilməsi prosesidir. Bu prosesin əsas məqsədi uşağın necə öyrəndiyini və inkişaf etdiyini anlamaq, onun sosial, psixoloji və fiziki hazırlığını təmin etməkdir. Formativ qiymətləndirmə uşağın inkişafının mütəmadi və davamlı olaraq izlənilməsidir. Formativ qiymətləndirmə təhsil prosesinin ayrılmaz hissəsi olub, uşağın hər gün yeni nələr öyrəndiyini, hansı bacarıqlara yiyələndiyini qeyd etmək üçün istifadə olunur. Yəni, biz formativ qiymətləndirməni müntəzəm, davamlı şəkildə aparmalıyıq ki, uşağın necə öyrəndiyini, necə inkişaf etdiyini öyrənə bilək formativ qiymətləndirmədə. Formativ qiymətləndirmənin əsas məqsədi uşağın inkişaf yolunu görmək və prosesi ona uyğun tənzimləməkdir.
həm də inkişafı izləyirik biz burada. Uşağın sosial, psixoloji və fiziki hazırlığını təmin etmək üçündür. Formativ qiymətləndirmədə biz hansı suala cavab tapırıq? Davamlı aparıldığı üçün və uşağın inkişafını izlədiyimiz üçün biz formativ qiymətləndirmədə uşaq necə öyrənir, necə inkişaf edir sualına cavab tapırıq. Və formativ qiymətləndirmədə uşaq inkişafı haqqında məlumatlar sistemli şəkildə toplanılır. Və formativ qiymətləndirmədə meyarların yoxlanılması həyata keçirilir. Uşağın müəyyən edilmiş bacarıqlarını müəyyən etmək üçün həyata keçirilir. Bəs formativ qiymətləndirmə müəllimlərə nə qazandırır? Yəni biz onu nə üçün aparırıq? Planlaşdırmağımıza. Nəyə görə planlaşdırma? Çünki biz nə dedik? Formativ qiymətləndirmədə uşaq necə öyrənir, necə inkişaf edir sualına cavab tapırıq. Və bu da müəllimin planlaşdırma işini aparmasına kömək edir. Çünki müəllim əldə etdiyi məlumatlar əsasında öz işini daha düzgün və səmərəli planlaşdırır. Sonra müəllimə fərdi yanaşma qazandırır. Nə deməkdir? Hansı uşağın daha çox dəstəyə, hansının isə daha çətin tapşırıqlara ehtiyac olduğunu bilirik. Çünki artıq biz formativ qiymətləndirmədə uşağın inkişafını izlədik axı. Sonra formativ qiymətləndirmə valideynlə ünsiyyətimizə şərait yaradır. Müəllim uşağın inkişafı haqqında valideynə konkret faktlar və nümunələr göstərə bilir. Məsələn, portfolyodakı işləri. Bəs formativ qiymətləndirmə uşağa nə qazandırır? Düzgün istiqamət. Uşaq öz potensialına uyğun fəaliyyətlə məşğul olur. Bu da uşağın inkişafını sürətləndirir. Motivasiya. Müəllim uşağın kiçik uğurlarını müşahidə edib qeyd etdikdə uşaqda öz inam artır. Ehtiyacların qarşılanması. Uşağın nitq, hissi və motor bacarıqlardakı fərqliliklər vaxtında nəzərə alınır. Axı biz formativ qiymətləndirməni davamlı şəkildə aparırıq. Ona görə uşaqda gedən dəyişiklikləri görə bilirik. Dedik, diaqnostik qiymətləndirmə uşağın başlanğıc vəziyyətini müəyyən edirsə, formativ qiymətləndirmə isə uşağın hər gün hədəfə doğru necə addımladığını müəyyən edən bir kompas rolunu oynayır. Kompas rolunu oynayır nə deməkdir? Onu mən sizə nümunə şəklində deyəcəm ki, daha yaxşı yadınızda saxlayasınız. Ümumiyyətlə, bir mövzunu, bir termini, bir qaydanı daha yaxşı yadda saxlamaq üçün ona aid nümunələr yadınızda saxlayın. Yəni, yalnız nəzəri bilikləri əzbərləməyin. Ona aid bir situasiya yaradın və o zaman daha yaxşı yadınızda qalacaq. Baxın, bu cümləni bir daha qeyd edirəm. Diaqnostik qiymətləndirmə uşağın başlanğıc vəziyyətini müəyyən edir. Formativ qiymətləndirmə isə uşağın hər gün hədəfə doğru necə addımladığını müəyyən edir. Yəni, kompas rolunu oynayır. Kompas rolunu oynayır nə deməkdir? Kompas nədir? Kompas gəmiyə hara getməli olduğunu göstərir. Və formativ qiymətləndirmə də müəllimə uşağın hansı tərəfə inkişaf etdiyini göstərir. Niyə? Çünki dedik ki, formativ qiymətləndirmədə biz uşaq necə öyrənir və inkişaf edir sualına cavab tapırıq. Müəllim uşağın nitqini, sosial və fiziki hazırlığını müşahidə edərək uşağın necə öyrəndiyini, necə inkişaf etdiyini anlayır. Həmçinin səhvləri vaxtında düzəltməyə imkan verir. Əgər uşaq yanlış yoldadırsa, nə isə səhv öyrənirsə, müəllim uşağın inkişafında mövcud olan fərqləri formativ qiymətləndirmə zamanı aşkar edir və təlimin planlaşdırılmasında çevik dəyişikliklər edir. Deməli, çevik dəyişikliklər sözü də formativ qiymətləndirmənin açar sözlərindən biridir. Və hədəfə çatmağı təmin edir. Təhsildə bu hədəf uşağın məktəb hazırlıq mərhələsini uğurla bitirməsidir. Formativ qiymətləndirmə sayəsində müəllim uşağın hədəfə çatmaq üçün atdığı hər addımı izləyir və ona lazım olan dəstəyi verir. Ona görə biz formativ qiymətləndirməni kompasa bənzətdik. Deməli, formativ qiymətləndirmə olmasa, müəllim uşağın inkişafını izləyə bilməz. Uşağın yolunu işıqlandıra bilməz. Uşaqda nələrin zəif, nələrin güclü inkişaf etdiyini
necə öyrəndiyini, necə inkişaf etdiyini bilə bilməz. Və formativ qiymətləndirmə sistemli şəkildə, obyektiv şəkildə və dəqiq aparılmalıdır. Yəni mütəmadi aparılmalıdır. Tutaq ki, bugün biz uşağın inkişafını izlədik, formativ qiymətləndirməsini apardıq. Daha sonra tutaq ki, gələn həftə etməsək olar kimi düşüncələr olmamalıdır. Niyə? Çünki formativ qiymətləndirmə davamlı qiymətləndirmədir. Və qiymətləndirmə zamanı biz müəyyən metodlardan istifadə edirik. Müşahidə, müsahibə, şifahi sorğu, fəaliyyət məhsullarının təhlili və portfolyo. Müşahidə nədir? Müşahidə uşağın məşğuliyyətinə müdaxilə etmədən tərbiyəçi müəllim tərəfindən aparılan seyr edilmə və qeyd ötürmə prosesidir. Yəni, müşahidədə müəllim uşağın məşğuliyyətinə müdaxilə etmir, onu seyr edir. Müşahidə. Bu üsul uşağın inkişafını izləmək üçün ən səmərəli metodlardan hesab olunur. Müəllimlər müşahidə zamanı uşaqların davranışlarını dəqiq təsvir etməli və əldə olunan faktları, məlumatları mütəmadi olaraq sənədləşdirməlidir. Müşahidə nə üçün vacibdir? Müşahidə ona görə vacibdir ki, müşahidə uşağın inkişafını təbii şəraitdə fasiləsiz izləməyə şərait yaradır. Uşağın fərdi xüsusiyyətlərini, ehtiyaclarını, maraqlarını müəyyən etməyə imkan verir. Uşaq haqqında məlumatların sistemli şəkildə toplanması, təlim fəaliyyətini uşağın inkişafına uyğun planlaşdırmağa şərait yaradır. Müşahidə müəllimə nə qazandırır? Yəni, nə üçün aparırıq? Uşaqların əldə etdikləri irəliləyişlər haqqında dəqiq faktlar əldə edirik və bu məlumatları biz valideynlərlə bölüşürük və təlimin planlaşdırılmasında bizə kömək edir əldə etdiyimiz nəticələr. Bəs uşağa nə qazandırır? Müdaxiləsiz izləndiyi üçün stres yaşamadan öz bacarıqlarını nümayiş etdirir və onun ehtiyaclarına uyğun fərdi təlim yanaşması qazanır. Müşahidə nə zaman aparılır? Müşahidə uşağın gündəlik həyatının bir hissəsi kimi müxtəlif zamanlarda və şəraitlərdə aparılır. Uşağın inkişafı təbii şəraitdə olur. Evdə, bağçada, bağçadan kənar və biz də bunu təbii şəraitdə uşağı narahat etmədən, müdaxilə etmədən seyr etməliyik. Müşahidəni uşağın oyun, təlim, əmək fəaliyyəti zamanında yerinə yetirə bilərik. Və müşahidə iki cür olur. Gündəlik müşahidə, dövri müşahidə. Gündəlik müşahidə nədir? Gündəlik müşahidə heç bir xüsusi qaydaya tabe deyil. Yəni planlaşdırılmış şəkildə olmur. Qayda olmur, bir tələb olmur burada. Uşağın gündəlik həyat şəraitində aparılan müşahidə növüdür. Müəllim uşağı hər gün izləyir və onun davranışında maraqlı gördüyü məqamları dərhal qeyd edir. Gündəlik şəkildə aparılır. Məsələn, nümunə ver. Təbii şəraitdə uşaqların oyun fəaliyyəti zamanı müəllimin kənarda müşahidə edərək Ömərin oyuncaqlarını paylaşmağa başladığını və ya Ayselin bu gün digər uşaqlarla daha mehriban davrandığını qeyd edir, görür. Bu gündəlik müşahidədir. Anidən, spontan şəkildə aparılır. Heç bir qaydaya tabe deyil. Müəllim burada nəsə planlaşdırdı əvvəlcədən ki, mən bu gün bunu müşahidə edəcəm. Təbii şəraitdə görür uşaqlar oynayır, bir-biri ilə oyuncağını bölüşür, əməkdaşlıq qurur. Bunu müəllim anidən seyr edir və biz bunu gündəlik müşahidə adlandırırıq. Planlı olmur, spontan şəkildə, bədahətən, anidən, plansız olur gündəlik müşahidə. Dövri müşahidə nədir? Dövri müşahidə isə müəyyən edilmiş məqsədə uyğun olaraq sistemli və planlı şəkildə aparılan müşahidədir. Yəni, mən dövrə müşahidədə qarşıma nə isə məqsəd kimi qoyuram ki, mən bu məqsədə görə uşağı müşahidə edəcəm. Bu müşahidə növü müəllimə uşağın inkişafındakı dəyişiklikləri konkret zaman kəsiyində görməyə kömək edir. Məsələn, 1 ay və ya 1 il ərzində. Məsələn, müəllim məqsədli şəkildə uşağın kiçik motorika bacarığını izləyir. Baxın, bu dövrü müşahidədir. Niyə? Biz kiçik motorika bacarığını bir günə baxmaqla, tutaq ki, uşağın əl hərəkətlərinə baxmaqla öyrənə bilərik, müşahidə edə bilərik, davamlı şəkildə onu etməliyik. Müəyyən bir vaxt intervalında.
müəyyən bir zaman aralığında. Ona görə deyirik ki, dövrü müşahidə məqsədli şəkildə, planlı şəkildə aparılır. Deməli, məsələn, müəllim məqsədli şəkildə uşağın kiçik motorika bacarığını izləyir, uşağın rüblər üzrə plastilindən fiqur düzəltmək bacarığını müşahidə edir ki, necə inkişaf edəcək, necə yerinə yetirəcək. Bu həftə məsəl üçün kiçik motorikası necə idi? Gələn həftə necə oldu, necə inkişaf etdi? Və bunu biz müəyyən dövr ərzində aparırıq, qarşımıza məqsəd qoyaraq. Deməli, nə oldu? Dövrü müşahidə məqsədli şəkildə, planlı şəkildə olur. Gündəlik müşahidə isə heç bir xüsusi qaydaya tabe olmur. Müşahidə zamanı uşağa müdaxilə etmirik, onu seyr edirik və əldə etdiyimiz məlumatları müşahidə gündəliyimizdə, müşahidə dəftərimizdə qeyd edirik. Digər dəyərləndirmə metodu isə müsahibə və şifahi sorğudur. Bu metodlar uşaqla ünsiyyət qurmaqla onun bilik və bacarıqlarını yoxlamaq üçün istifadə olunur. Şifahi sorğu nədir? Şifahi sorğu uşaqların müəyyən əşyalar, hadisələr və mövzular haqqında mənimsədikləri biliklərin səviyyəsini yoxlamaq üçün istifadə olunan metoddur. Və şifahi sorğu həm söhbət, həm də oyun formasında aparılır. Deməli, şifahi sorğunu necə keçiririk? Söhbət və oyun formasında. Şifahi sorğunu keçirməkdə məqsədimiz nədir? Uşağın xüsusiyyətləri haqqında mənimsədikləri biliklərin, bacarıqların formalaşma səviyyəsini və bu bilikləri fəaliyyətdə tətbiq etmə bacarığını yoxlamağa imkan verir. Müsahibə nədir? Müsahibə isə yalnız söhbət əsasında aparılır. Baxın, şifahi sorğu söhbət və oyun əsasında, müsahibə isə yalnız söhbət əsasında aparılır. Müsahibənin mahiyyəti nədir? Müsahibə metodunun. Bu metod vasitəsilə müəllim uşaqla fərdi söhbət edərək, onun daxili aləmi, düşüncələri haqqında daha dərindən məlumat toplayır. Şifahi sorğu ilə müsahibənin fərqi nədir? Hər iki metodda şifahi ünsiyyət var, amma fərqi var ki, şifahi sorğu daha çox uşağın konkret mövzular üzrə bilik və bacarıqlarına yönəlir, yoxlanılmasına yönəlir. Müsahibə isə daha çox uşağın ümumi inkişaf səviyyəsini, maraqlarını anlamağa xidmət edir. Şifahi sorğu oyun fəaliyyəti içərisində keçirilir, müsahibə isə söhbət formasında keçirilir. Fərqi budur. Digər dəyərləndirmə metodumuz isə fəaliyyət məhsullarının təhlilidir. Fəaliyyət məhsullarının təhlili odur ki, uşağın məhsuldar fəaliyyətinin nəticələrini qiymətləndiririk. Yəni, obyektiv aparılır, sahələr üzrə normalar müəyyənləşdirilir. Fəaliyyət məhsullarının təhlilində. Və digər ən vacib dəyərləndirmə metodlarımızdan biri portfolyodur. Portfolyo nədir? Portfolyo uşağın əl işlərini, fikir rəhbərliyi etdiyi hekayələrin, təsviri fəaliyyət məşğələlərinin nəticələrinin, foto şəkillərinin, nailiyyətlərinin toplandığı xüsusi qovluqdur. Bu, uşağın fəaliyyətini əks etdirən iş nümunələrinin sistemli şəkildə saxlandığı bir sənəd toplusudur. Portfolyonun məqsədi nədir? İnkişafı izləyirik. Uşağın uzun müddətli inkişaf prosesini sənədləşdirmək və onun vaxtaşırı əldə etdiyi nailiyyətləri görmək üçündür. İnkişaf trayektoriyasının qurulması. Bu nə deməkdir? Uşağın fərdi keyfiyyətlərinin, inkişaf səviyyəsinin kompleks şəkildə dəyərləndirməsini təmin edir və analiz edirik. Nəyə görə? İlin ərzində uşağın əldə etdiyi uğurlarını təhlil edirik, şərh edirik, qiymətləndiririk və buna zəmin yaradır portfolyo. Portfolyo niyə vacibdir? Ona görə vacibdir ki, uşağın inkişafı barədə qərarların verilməsində müəllimə bələdçilik edir. Ona görə vacibdir ki, uşağın hansı sahələrdə daha yaxşı inkişaf etdiyini, hansı sahələrdə dəstəyə ehtiyac olduğunu aydın görürük. Valideynlə övladların bağçadakı nailiyyətlərinin real iş nümunələri üzərindən görməyə imkan verir. Portfolyo müəllim üçün nə üçün vacibdir? İnkişaf və nailiyyətlərinin qiymətləndirilməsinə dair qərar verməkdə bələdçilik edir. Uşaq üçün nə üçün vacibdir? Öz fəaliyyət məhsullarının dəyərləndirdiyini görür
və öz inkişafını izləyə bilir. Portfolio həm davamlı, həm də belə getdi, yekun qiymətləndirmə üçün istifadə olunur. Baxın, burada portfolioda olan sənədlərdən biri də inkişafat hesabatdır. 3 yaşın və 6 yaşın sonunda aparılır. Və portfolioda hansı sənədlər olmalıdır? Nələr olur? Təsviri və gündəlik qeydlər, iş nümunələri, ailənin məlumatları, yaş və inkişaf səviyyəsi cədvəlləri və inkişafat hesabat. Təsviri və gündəlik qeydlər nədir? Uşaqların fərdi və qrup şəklində fəaliyyətləri haqqında günün sonunda yazılan təəssüratlardır. Gün ərzində baş verən hadisələr, uşaqların müəyyən nailiyyətləri və ya uğursuzluqları burada qeyd edilir. Nə üçün vacibdir? Bu qeydlər subyektiv xarakter daşısa da, uşağın gündəlik inkişaf dinamikasını izləməkdə və gələcək fəaliyyətləri planlaşdırmaqda müəllimə faydalı olur. Digər portfolioda olan sənəd iş nümunələri. İş nümunələri nədir? Uşağın yerinə yetirdiyi xüsusi tapşırıqlar, yəni çəkdiyi şəkillər, işarələr, qurmalar, əl işləri, riyazi əməliyyatların nəticələri, oyun zamanı ortaya çıxan məhsullar fəaliyyətləri daxildir bura. Niyə vacibdir? Uşağın əməl bacarıqlarını, yəni kiçik motorika, məntiqi təfəkkür və s. kimi bacarıqlarının hansı səviyyədə olduğunu sübut edən real faktdır iş nümunələri. Çünki uşaqların burada əl işləri olur, yerinə yetirdiyi tapşırıqların nəticələri olur. Digər sənəd ailənin məlumatları. Valideynlə əməkdaşlıq bilirik ki, çox vacibdir. Valideynlə əməkdaşlıq çərçivəsində ailənin uşaq haqqında verdiyi məlumatlar və müəllimin valideynlərdən topladığı rəylər, məlumatlar burada daxil edilir. Ailə ilə açıq ünsiyyət uşağın inkişafının müxtəlif sahələrini, evdəki davranışı, maraqlarını daha yaxşı anlamaq üçün şərait yaradır müəllimə. Digər sənəd yaş və inkişaf səviyyəsi cədvəlləri. Hər yaş dövrünün sonunda uşağın maraqlarını, öyrənmə üsullarını və bacarıqlarını uyğun olaraq müəyyən edilmiş inkişaf səviyyələri və qiymətləndirmə nəticələri qeyd edilir. Bu cədvəllər müəllimə uşağın inkişafını standartlara uyğun olub-olmadığını görməyə və təlim strategiyalarında nələrə diqqət yetirməli olduğunu müəyyən etməyə kömək edir. Digər sənəd inkişafa dair yekun hesabat. Bu da həm də bilirik ki, qiymətləndirmə növüdür. İnkişafa dair yekun hesabat 2 dəfə aparılır. 3 yaşın və 6 yaşın sonunda aparılır. Yekun hesabatda məktəbəqədər təhsilin sonunda uşağın inkişafının səviyyəsi müəyyən edilir. Bura uşağın ümumi inkişaf səviyyəsini əks etdirən rəsmi nəticələr daxildir. Bu sənəd uşağın inkişaf tarixçəsini yekunlaşdırır və onun ümumi təhsil müəssisəsinə qəbulu zamanı istifadə olunur. Amma həmin nəticələr ümumi təhsil müəssisəsində əsas göstərici kimi götürülmür. Deməli, müəllimlər, bunlar dedik ki, portfolioya daxil olan sənədlərdir. Portfolionun ümumi üstünlükləri haqqında bir də yekun məlumat verim. Portfolio həm davamlı, həm də yekun qiymətləndirmə formasıdır. Müəllimə uşağın inkişafı barədə qərar verməkdə bələdçilik edir. Valideynləri isə uşaqların bağçadakı nailiyyətlərini əyani şəkildə görməyə imkan yaradır. Bir daha başa qaydaq. Dedik, qiymətləndirmə neçə cür olur? 3 cür olur. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Müqayisəli qiymətləndirmədir. Formativ qiymətləndirmə cari qiymətləndirmədir. İnkişafın izlənilməsidir. İnkişafa dair yekun hesabatı isə 3 yaşın və 6 yaşın sonunda aparılır. Diaqnostik qiymətləndirmə haradan başlayırıq? Formativ qiymətləndirmə necə gedirik? Yekun hesabat isə hara çatdıq sualına cavab verir. Bəzən bu qiymətləndirmə metodlarını, növlərini daha doğrusu qarışdıranda baxın bunu yadınızda saxlayın. Diaqnostik qiymətləndirmə haradan başlayırıq sualına cavab tapır. Formativ qiymətləndirmə necə gedirik, hansı istiqamətdə inkişaf edirik sualına cavab tapır. Yekun hesabatı isə hara çatdıq? Axı sonda olur yekun hesabat. Diaqnostik qiymətlə başlayırıq. Formativ qiymətləndirmədə hərəkət edirik, inkişafını izləyirik. Yekun hesabatda isə çatırıq, yəni sona çatırıq. Sonda
uşağın qiymətləndirilməsinin ümumi nəticəsidir. Bunu belə yadınızda saxlaya bilərsiniz. Və qeyd edirəm bir daha, qiymətləndirmə ona görə vacibdir ki, uşağın inkişafı haqqında müəyyən məlumatlar əldə etməyimizə, inkişafın izlənilməsinə şərait yaradır. Uşağın biliyini ölçmək deyil, bütövlükdə təhsilin keyfiyyətini idarə edir. Uşağın nitqi, hissi, böyük, kiçik motor İndi isə mən sizə izah edəcəm rəy vermə əks əlaqə. Müasir psixologiyaya görə uşaq tərbiyəsində cəza vermək və hər davranışı mükafatla qarşılamaq düzgün hesab edilmir. Çünki uşaq bu zaman davranışın özünü yox, onun nəticəsində alacağı cəzanı və ya mükafatı düşünür. Məsələn, tutaq ki, biz hansısa bir tədbirə hazırlaşırıq və uşaqlara bir şeir əzbərlədirik. Görürük ki, uşağın biri o şeiri əzbərləyə bilmir. Müəllim deyir ki, şeiri əzbərləyə bilməsən səni küncdə qoyacam. Uşaq o şeiri qorxudan əzbərləyəcək. Sizcə, qorxudan əzbərlədiyi şeir uşağa nə dərəcə fayda verəcək? Cəzadan qorxduğu üçün onu məcbur olduğu üçün əzbərləyəcək və yaxud tam əksini edək. Uşaq şeiri öyrənə bilmir, müəllim deyir ki, sən şeiri yaxşı danışsan, güşədəki maşını sənə verəcəm. Uşaq yenə şeiri öyrənəcək. Amma niyə? Mükafat üçün. Və artıq uşaq öyrəşəcək. Hər dəfə etdiyi yaxşı bir davranışa görə gözləntisi olacaq. Ona görə yersiz mükafatlandırmadan və cəzalandırmadan uzaq durmalıyıq. Yəni, uşaq düzgün davranışı ona görə etmir ki, bu doğrudur. Sadəcə mükafat almaq istəyir. Səhv davranışdan isə qorxduğu üçün imtina edir. Bu isə uşağın düşünməsinə, davranışını analiz etməsinə imkan vermir. Cəza uşaqlarda qorxu, həyəcan, gərginlik yaradır və onun psixologiyasında mənfi izlər buraxır. Bəzi cəzalar uşağın özünü dəyərsiz hiss etməsinə, özgüvənin azalmasına səbəb olur. Məsələn, ev tapşırığını etmədiyi üçün daim cəzalanan uşaq zamanla tapşırığın özünə qarşı mənfi münasibət formalaşır və öyrənməkdən uzaqlaşır. Ona görə nə edirik? Bundan istifadə etmirik cəzalandırmadan və yaxud mükafatlandırma. Davamlı mükafatlandırma da eyni dərəcədə zərərlidir. Uşaq işi düzgün olduğu üçün yox, faydalı olduğu üçün etməyə başlayır. Diqqət öyrənmə prosesinə deyil, mükafata yönəlir. Bu isə uşağın inkişafını və öyrənmə imkanlarını məhdudlaşdırır. Bu səbəbdən uşaq tərbiyəsində ən səmərəli yol əks əlaqə verməkdir. Əks əlaqə uşağın davranışının və ya fəaliyyətinin nəticəsini izah etmək, nəyi, niyə etdiyini başa salmaqdır. Deməli, əks əlaqə nədir? Nəyi, nə üçün, niyə etdin? Bunu başa salırıq əks əlaqədə. Məsələn, uşağa sadəcə afərin, əla, mükəmməl deməyə əvəzinə, nəyə görə o afərini dediyimizi izah etsək, uşaq davranışın mənasını anlayacaq və bunu şuurlu şəkildə başa düşəcək, davam etdirəcək. Məsələn, deyirəm ki, qrupa girirəm, məsələn, uşağın birinə deyirəm ki, afərin sənə Leyla. Leyla bilməyəcək ki, mən ona nəyə görə afərin dedim. Məsələn, amma desəm ki, kitab köşəsini səliqəyə salmısan, afərin sənə, artıq bura daha səliqəli görünür. Artıq uşaq biləcək ki, hansı davranışına görə müəllim ona afərin deyir. Ona görə verdiyimiz rəyin mahiyyətini də uşağa izah etməliyik ki, daha yaxşı başa düşsün. Deməli, əks əlaqə nədir? Təlim prosesində müəllim tərəfindən uşağa verilən reaksiyadır. Əks əlaqə bir növ güzgüdür. Şagird və ya uşaq bir işi görür, müəllim isə ona baxıb nəyin düz, nəyin səhv olduğunu və ən əsası o səhvi necə düzəltməli olduğunu deyir. Bəs əks əlaqənin tərifdən fərqi nədir? Tərifdə deyirik ki, sən dahisən. Afərin. Bu tərifdir, rəy deyil. Amma desək ki, sən bu məsələni düzgün həll etmisən, çünki düsturu yerində tətbiq etmisən. Bu isə əks əlaqədir. Deməli, tərifdə yalnız uşağı tərifləyirik, əla, mükəmməl, dahisən deyirik. Amma əks əlaqədə nəyi nəyə görə dediyimizi izah edirik. Əks əlaqəni nə üçün istifadə edirik? Düzgün istiqamət vermək üçün. Uşaq hədəfə doğru gedəndə yoldan çıxa bilir. Əks əlaqə ona buradan dön deyən, belə deyək, naviqasiya kimidir sanki.
Yol göstərmək kimidir, bəli. Və öyrənməni sürətləndirmək üçündür. Araşdırma göstərir ki, düzgün əks əlaqə şagirdin orta hesabla 30% yüksəlməsinə şərait yaradır digərlərindən, düzgün əks əlaqə verilən halda. Həmçinin əks əlaqə motivasiyanı qorumaq üçün istifadə olunur. Cəza uşağı qorxudur, yersiz mükafat isə onu rüşvət öyrəşdirir. Amma əks əlaqə uşaqda mən hələ bacarmıram, yəni biraz da çalışsam bacaracam hissini yaradır. Və əks əlaqədə şəxsiyyəti qoruyuruq. Uşağı başqası ilə müqayisə etmədən onun öz nəticəsini necə yaxşılaşdıracağını göstəririk. Bu da uşaqda sağlam özünü ilə formalaşdırır. Effektiv əks əlaqənin 3 qızıl sualı var. 3 qızıl sual effektiv əks əlaqənin olmasına şərait yaradacaq. Bir müəllim və ya valideyn əks əlaqə verərkən uşaqda bu 3 suala cavab yaratmalıdır. Mən hara gedirəm? Yəni hədəfim nədir? Mən haradayam? İndi hansı səviyyədəyəm? Nəyi bacardım? 3-cü sual isə növbəti addımım nədir? Daha yaxşı olmaq üçün nə etməliyəm? Yəni effektiv əks əlaqənin 3 qızıl sualı budur. Bu hesab olunur. Və biz ona görə uşaq tərbiyəsində əks əlaqədən geniş istifadə etməliyik ki, uşağı düzgün qiymətləndirək, düzgün rəy verək. Və qeyd edirik ki, mükafatlandırılma cəzalandırmadan, əks əlaqə isə mükafatdan üstündür. Bu nə deməkdir? Mükafat gəlir, əks əlaqə isə inkişafa yönəlir. Mükafat alan uşaq nə qazanacam deyə düşünür. Əks əlaqə alan uşaq isə nə öyrənəcəm deyə düşünür. Deməli, mükafatda nə olur? Uşaq deyir ki, bu şeiri danışsam, bunu əldə edəcəm, nə isə. Amma əks əlaqə alan uşaq nə öyrənəcəm, necə öyrəndim, necə inkişaf etdim deyə düşünür. Və biz mükafatdan, cəzadan daha çox, yəni cəzadan mükafatdan istifadə etməməliyik, əks əlaqədən istifadə edirik. Və bəlkə də internetdə, sosial şəbəkələrdə qarşılaşmısınız, səndviç üsulu deyilən bir praktiki nümunə var ki, biz bunu böyük qruplarda, məktəb hazırlıq qruplarında tətbiq edə bilərik. Səndviç metodu nədir? Səndviç metodu odur ki, səndviç üsulu tənqidi uşağı incitmədən, onu həvəsə salmadan çatdırmaq üçün ən mükəmməl yoldur. Adından da göründüyü kimi biz acı olan tənqidi şirin tərəfinin belə deyək də arasına qoyuruq sanki. Məsələn, şagird riyaziyyatdan məsələni həll edib, amma hesablamada səhv edib deyə səhv cavab verib. Burada səndviç üsulunda 3 yoldan istifadə edirik. Üst qatda müsbət rəy. Məsələyə yanaşma çox xoşuma gəldi. Hansı düsturdan istifadə etməli olduğunu çox düzgün müəyyən etmisən. Niyə bunu dedik? Uşaq hiss edir ki, əziyyətini gördü. Müəllim uşağın əziyyətini gördü. Müəllim uşağı dinlədi. Orta qatda isə, yəni səndviçin içində düzəliş edirik. Tənqid edirik düzəliş şəklində. Lakin vurma əməlini yerinə yetirərkən kiçik bir diqqətsizlik etmisən. Və yaxud üstəgəl əməlini yerinə yetirən, toplama əməlini yerinə yetirən zaman kiçik bir diqqətsizlik etmisən. Buna görə də son nəticə biraz fərqli alınır. Orta qatda bunu deyirik. 3-cü isə alt qatdır. Alt qat deyiləndə isə nə nəzərdə tutulur? Alt qatda isə biz motivasiya və inkişaf. Deyirəm ki, bu gedişatla davam etsən və hesablamada biraz daha səbirli olsan, növbəti məsələləri tam xətasız şəkildə yerinə yetirəcəksən. Bundan istifadə edirik. Səndviç üsulunda. İstəsəniz bunu əlavə qeyd kimi də qrupa göndərərəm. Deməli, əks əlaqə dedik ki, güzgüdür. Və əks əlaqə 2 cür olur. Konstruktiv əks əlaqə, destruktiv əks əlaqə. Konstruktiv əks əlaqə effektiv rəydir. Yəni dəstəkləyici. Konstruktiv əks əlaqədə şagirdin və ya uşağın inkişafına xidmət edən və nəyi necə düzəltməli olduğunu göstərən qurucu rəydir. Deməli, konstruktiv əks əlaqə qurucu, dəstəkləyici rəydir. Bu rəy növü uşağı sındırmır, əksinə, mən bunu edə bilərəm inamını formalaşdırır. Konstruktiv əks əlaqənin xüsusiyyətləri nələrdir? Gələcəyə yönümlüdür. Keçmişdəki səhvi üzə vurmaq üçün deyil, gələcəkdə o səhvi təkrar etməmək üçün verilir. Konstruktiv əks əlaqədə həll yolu göstərilir.
Şagirdə sadəcə səhvdir demir. Bu yolu yoxlasan daha yaxşı olar deyə istiqamət verir. Konstruktiv əks əlaqədə müsbətdən başlayır. Əvvəlcə şagirdin nəyi doğru etdiyi qeyd olunur, sonra çatışmazlıqları incitmədən deyilir. Deməli, konstruktiv əks əlaqə nədir? Əvvəlcə uşağın müsbət güclü tərəfini deyirik, daha sonra zəif tərəfini necə aradan qaldıra bilər, incitmədən onu deyirik. Məsələn, deyirəm ki, sən esse yazmaq qabiliyyətin çox yaxşıdır sənin. Mövzunu maraqlı seçmisən. Əgər onu daha intonasiyalı şəkildə desən, daha yaxşı olar. Təqdim etsən. Nə etdim? Birinci güclü tərəfini dedim ki, mövzunu yaxşı seçmisən. Gələcəklə bağlı addım da verdim. Dedim ki, intonasiyana diqqət yetirsən daha yaxşı olar. Məsələn, mən birbaşa desəm ki, sən nə pis esse danışırsan, sən nə pis şeir danışırsan. Uşaq bir daha onu etmək istəməyəcək. Ona görə birinci müsbət tərəfini, güclü tərəfini deyirəm. Daha sonra nəyi aradan qaldırmalıdır, nəyə diqqət yetirməlidir, onu qeyd etməliyəm. Konstruktiv əks əlaqədə. Deməli, konstruktiv rəyin xüsusiyyətləri nələr oldu? Gələcəyə yönümlüdür, həll yollarını göstərir, müsbətdən başlayır və uşağın öz inamını artırır. Konstruktiv əks əlaqə. Konstruktiv əks əlaqə uşağa davranışının və fəaliyyətinin həm güclü, həm zəif tərəfini göstərən, onu inkişaf etməyə təşviq edən rəydir. Uşaq həm nəyin yaxşı olduğunu bilir, həm də səhvi necə düzəldəcəyini öyrənir. Uşağın güclü tərəflərini vurğulayırıq, zəif tərəfləri izah edirik, düzəltmə yolunu göstəririk, uşağı inkişaf etməyə motivasiya edirəm, mənfi hisslər yaratmırıq, ruhdan salmırıq, fərdi yanaşma ilə verilir, uşağın xarakteri nəzərə alınır, ümumi öyrənmə prosesinə diqqət yetirir. Nümunə, konstruktiv əks əlaqə nümunə məsələn. Sənin riyaziyyat biliyin yaxşıdır. Əgər məntiqi məsələlərdə daha çox diqqət etirsən, mövzunu daha yaxşı öyrənərsən. Və yaxud deyirəm ki, otağını səliqəyə salmısan. İndi əşyalarını daha rahat tapa bilərsən və dərsə gecikməzsən. Məsələn, bu da düzgün əks əlaqədir. İndi isə gəldik destruktiv əks əlaqəyə. Konstruktiv dedik ki, dəstəkləyicidir. Destruktiv nədir? Destruktiv əks əlaqə isə dağıdıcı əks əlaqədir. Destruktiv əks əlaqədə fəaliyyətin yalnız mənfi tərəflərinə, səhvlərə və uğursuzluqlara fokuslanırıq. Bu yanaşma uşağın şəxsiyyətinə toxunur və onda öyrənməyə qarşı nifrət yaradır. Destruktiv rəyin nəticələri uşağı həvəsdən salır. Uşaq düşünür, mən onsuz da bacarmayacağam. Mən niyə çalışım ki? Həvəsdən düşür. Qorxu yaranır. Uşaq artıq yeni bir şey sınamaqdan qorxur. Çünki bilir ki, səhv etsə tənqid olunacaq. Və destruktiv əks əlaqədə yol göstərilmir. Uşaq səhvini bilir, amma onu necə düzəldəcəyini bilmir və şəxsiyyətə yönəlir. Davranışını yox, birbaşa uşağın özünü hədəf alır. Məsələn, deyirəm ki, sən həmişə beləsən, heç nəyə düzgün edə bilmirsən. Bu gedişlə sən heç vaxt uğur qazanmayacaqsan. Burada heç bir həll yoxdur. Yalnız uşağı aşağılayırıq, dağıdırıq bir növ onun ruhunu. Bu destruktiv əks əlaqədir. Deməli, destruktiv əks əlaqə nədir? Zərərli rəydir. Destruktiv əks əlaqə yalnız uşağın səhvlərini vurğulayan, onu qorxu və mənfi hisslərə yönəldən rəy növüdür. Bu rəy uşağın inkişafına kömək etmir, ruhdan salır. Yalnız səhvlərə diqqət çəkir, mənfi nəticələri vurğulayır, uşağı qorxudur, ruhdan salır, motivasiya itkisinə səbəb olur. Məsələn, deyirəm ki, əgər dərslərini oxumasan, heç də yaxşı qiymətlərin olmayacaq. Baxın, bu destruktiv əks əlaqədir. Bir də ego yönümlü rəy var ki, ego yönümlü rəy uşağın gördüyü işə deyil, birbaşa onun şəxsiyyətinə fokuslanan rəydir. Ego yönümlü rəy. Ego yönümlü rəydə müəllim uşağın tapşırığı necə yerinə yetirdiyini izah etmir. Bunun əvəzinə uşağa sən bacarıqlısan, sən əlasan və ya əksinə sən zəifsən kimi ifadələr deyir. Uşaq ağıllı olduğu üçün yox, düzgün üsul tətbiq etdiyi üçün uğur qazandığını anlamalıdır. Əgər biz uşağa sadəcə ağıllısan desək, o çətin bir tapşırıqla qarşılaşanda onu edə bilməyəndə artıq ağıllı olmadığını düşünüb ruhdan düşəcək. Ego yönümlü rəyin də ən xarakterik xüsusiyyətlərindən biri məhz budur. Uşağı mükəmməliyyətçiliyə doğru addımlamağına şərait yaradırıq, ya uşaqda artıq ego yaradırıq, özgüvən yaradırıq, ya da ki, uşağın kimləsə müqayisə edərək onun özgüvənini aşağı salırıq. Ego yönümlü rəydə.
Ona görə egoyönümlü rəydən istifadə etmək olmaz. Ən gözəl rəy nümunəsi konstruktiv əks əlaqədir. Konstruktiv və destruktiv rəyin fərqlərini bir daha qeyd edirəm. Konstruktiv əks əlaqə uşaq özünü inkişaf etdirir. O səhvini bir son deyil, sadəcə inkişaf üçün bir pillə olduğunu anlayır. Bu yanaşma mən bacarmıram düşüncəsini mən hələ bacarmıram yanaşmasına çevirir. Konstruktiv əks əlaqə uşağı hədəfə çatdıran bir yol xəritəsidir. Bu rəy növündə müəllim və ya valideyn diqqəti uşağın çatışmazlıqlarına deyil, onun potensialına, gələcək addımlarına yönəldir. Konstruktiv rəy verərkən biz uşağa sən hardasan, hara getməlisən suallarının cavabını veririk. Bunu yəni hərfi mənada deyil. Bilirsiniz də hansı mənada deyirəm? Sən haradasan, hara getməlisən, necə etməlisən o mənada. Burada əsas məqsəd uşağın özünün inamını qırmadan ona səhvini düzəltmək üçün real imkan yaratmaqdır. Bu yanaşma uşaqda mən hələ bacarmıram düşüncəsini formalaşdırır ki, bu da öyrənmənin ən sağlam təməlidir. Və mən hələ bacarmıram, yəni mən bacaracam, mən öyrənəcəm. Uşaqda özgüvəni formalaşdırır. Destruktiv əks əlaqə nədir? Uşağın ruhunu və öyrənmə həvəsini darmadağın edən bir yanaşmadır. Bu rəy növü yalnız səhvləri vurğulamaqla kifayətlənir və heç bir həll yolu təklif etmir. Burada tənqid çox vaxt uşağın gördüyü işə deyil, birbaşa onun şəxsiyyətinə yönəldir. Destruktiv rəy alan uşaq özünü bacarıqsız, faydasız hiss edir. Bu da onda gələcək uğursuzluqlara qarşı qorxu yaradır. Sən onsuz da oxumursan, heç nəyə bacarmırsan kimi rəylər verərək uşağın motivasiyadan salırıq. Bu zaman uşaq niyə səhv etdiyini, onu necə düzəldəcəyini başa düşmür. Sadəcə özünü günahkar hesab edir. Bu iki yanaşma arasında ən böyük fərq niyyətdə və üslubdadır. Konstruktiv rəy dəstəkləyir, destruktiv rəy mühakimə edir. Konstruktiv rəy uşağı hədəfə doğru itələyir, motivasiya edir. Destruktiv rəy isə onu hədəfdən yayındırır. Konstruktiv rəydə uşağın motivasiyası artırır, destruktiv rəydə isə o motivasiyası aşağı düşür. Deməli, əks əlaqə nədir? Bir daha qeyd edirəm. Əks əlaqə sanki güzgüdür. Uşaq bir işi görür, müəllim isə ona baxıb nəyin düz, nəyin səhv olduğunu, ən əsası o səhvi necə düzəltməli olduğunu deyir. Əks əlaqə iki cür olur. Destruktiv, konstruktiv. Konstruktiv əks əlaqə düzəldici, destruktiv əks əlaqə isə dağıdıcıdır. Destruktiv əks əlaqədə uşağın inkişafının qarşısını alırıq, yön vermirik, yalnız səhvini və uğursuzluğunu vurğulayırıq. Konstruktiv əks əlaqədə isə əvvəlcə müsbət güclü tərəfini, daha sonra nəyi necə aradan qaldırmalıdır onu deyirik. Məsələn, konstruktiv əks əlaqədə deyirəm ki, sən ağac şəkillərini yaxşı çəkmisən. Gələn dəfə rəng seçiminə diqqət yetirsən daha yaxşı olar. Baxın, burada nə etdim? Birinci müsbət tərəfi dedim. Daha sonra etdiyi, belə deyək də, kiçik bir səhvi dedim və aradan qaldırmaq üçün motivasiya verdim ki, sən onu gələn dəfə düzəldə bilərsən. Baxın, bu konstruktivdir. Destruktivdə isə deyirəm ki, sən ağacı necə çəkmisən, heç xoşuma gəlmədi, heç yaxşı görünmür. Artıq uşaq bir daha ağac şəkli çəkmək istəməyəcək. Niyə? Çünki motivasiyası aşağı düşür. Budur. Deməli, konstruktiv əks əlaqə uşağın motivasiyasını artırır, destruktiv əks əlaqə azaldır. Bu yalnız uşaq üçün keçərli deyil. Bu eynilə böyüklər üçün də keçərlidir ki, məsələn, hansısa bir müəllimə deyəndə ki, sən yaxşı işləmirsən. Artıq o həvəsdən düşür. Amma onun kiçik bir işini, nailiyyətini, bir məşğələsini dəyərləndirəndə necə maraqlı məşğələdir, uşaqlar burada bir çox fəaliyyətləri öyrəndi, inkişaf etdi deyəndə artıq müəllimin də motivasiyası artır. Ona görə çalışmalıyıq ki, həyatın hər bir anında düzgün əks əlaqədən, düzgün rəydən istifadə edək. İzah bu qədər. Artıq gec olduğu üçün əlavə məlumatları qeyd edə bilmirəm. Amma gələn dərsimizdə həm oyunlara aid, həm də əks əlaqəyə aid testlər işləyəcəyik.